Herkese selam dostlar, videoma hoş geldiniz. Yine bir daha köhnə oynadığım Roblox videosunu səsləndirəm. Demək, burada restoran vardı Roblox Brookhaven'da. Təzə gəlmiş. O restoranda hokka verirəm bir-iki gün müddət. Sonra isə restoranın son zamanında dəymirəm, sıxıcı gəlir mənə. Hətta bir də təzəsini neçə vaxt sonra dəyişəcəklər. Əvvəlkini biraz da öldürdüm gidamızı. Amma çox deyən özləmədim. Bu da maraqlıdır. Demək, burada mahnılar qoşuram. Əlaqə mahnı pullandı. Nasıl başlayalım? Buradan çölə də baxıram. İncələyirəm çöldə. Çöldə də yeri var oturmağa. Bu çox qəşəngdir. Burada müştəri çağırıram. Bir nəfərlə işləyir. Tanımadım bir nəfər. Ona atılım marojdan verirəm. Burada dondurma verirəm hazırlıq. Bundan az çıxmayacaq. Bir dəqiqə götürmür bu da. Bu arada kombinim necədir? Mən çox beğenmiştim o zamanlar. Biraz boğum. Görün, qatıma qarşı çıxmaq pis deyil məncə. Əgər bu videomu bəyənirsinizsə, belə videoları abunə olmağı unutmayın. Əgər abunə olmazsa like atmağı unutmayın. Və yorum yazmaq ki, gələn dəfə belə yoxsa başqa video çəkək. Burada çöl incələyirəm, burada çöldür. Baxıram buralara. Dondurucu yerine geldim. Buranın şalatını geçeceğim. Burada soğuk süt ve toyuqlar var dondurum yerde. Burada ikinci götürmür. Burada donuram. Bakın burada yeni çok qalanda donuradım. Çıxıram. Düzəlir. Acı yeyib bura görüm donma olur bakın. Bir tərəfdən yanıram, bir tərəfdən donuram. Görüm necə. Baxıram. İtlər hüyür orada. Demək, acı yeyirəm. Buradan donuruq, tərliyik donuruq. Daha sonra acını sönmək üçün sadəcə acını işıq atan çox qəşəng olur. Donuruq çıxırıq. Burada donuq çıxma oyunu oynayıram elə bir. Sonra gəlib vəlmi yiyirəm. Sonra burada toyuğa baxıram. Toyuq var burada götürüb pişirməyə. Və pişmədən birinin də üstünə qoyuram. Başqasını axtarıram burada. Buradan birini də götürürəm. Üstünə. Və hazırdır. Pancıq vaxt belə götürmək olmur. Problem olurdu. Demək bunu gözləyirəm, indi açsın və bunu da getdim. Bir hazır qoyuram bunları müştərilərə. Yerləşdirməyə çalışıram. Qoydum. Yenə qoyuram. Daha sonra burada meyvə suyu götürürəm. Daha sonra meyvə suyunu qoyuram. Demək, yenə su götürürəm. Digər stola meyvə suyu qoyuram. Sonra müştəri gəlməyincə əsəbləşirəm. Mahnını dəyişirəm. Mahnı var, onu xoş gördüm. Çölə baxıram, heç kəs yoxdur. Sonra sıxılıram işimdən və ev almağa gedirəm. Daha doğrusu baxıram, görürəm də təzə ev gəlməyibdi. Gəlmir o zaman. Sıxılıram. Son zamanlar əvvəllər aşağı gəlirdi, indi yuxarı gəlir. Yuxarıda olmamaq, da aşağıda olmamaq. Məncə problem ikisi də. Yuxarıda daha rahat olur, aşağıda bu space kimi olur, mənə fərq eləmir. Amma yaxında 7-sinə səhv eləmirəmsə, yeni uygulama gələcək. Burada Roblox'da yavalanmıram, əsəbləşirəm. Nəsə bir şey edirəm burada. Görüm, baxıram görüm təzə əşya falan gəlmir təzə Roblox'da. Burada baxıram yeməklərə, görüm yeməklərdən təzə nə gəlibdi. Restorana görə heç bir şey gəlmədiyini görüb əsəbləşirəm. Sıxılıram. Sonra burada başqalarının evlərinə girməyə çalışıram. Sonra yadımda ki, Roblox istəyirdi. Roblox evlərə girməyə çalışıram. Ayrı var burada. İşimdən çıxmağa çalışıram.
Bunu götürəm maske ki işimdən çıxım. Nə var? Burada hər zamanki telefon, props, telefonla baxıram, görürüm. İşləyən varsa kimsin əsasın. Daha sonra belə Victoria, hani belə bir gəlirəm. İngilislər falan var da oynayırlar. Türk olmadığım bir fikirə qayıdıram. Bu çox şirin bir evdir. Roblox'u görəsən. Sonra Roblox idi. Çok şirin bir evdir. Roblox'u bir ev tapıram. Gəzirəm. Başına çox sıxıcı olur. Rövşənə maraqlı oldu. Nihadı Rövşən falan da. Hoppan gedirəm iş yerinə. Sonra burada bir butika görürəm. Yəni bu restoranın yanında qoyman nematika var. Biraz rahat qoya bilərim, amma pis detal deyil. Qapını örtürəm. Açıram. Girirəm, baxıram. Sonra baxıram. Görüm. Baxım. Demək. Dəqiqə. Gəzirəm burada. Nəsə bir sır çıxartmaq istəyirəm. Çox sıxıntı gəlir mənə. Adam falan gəlmir, əsəbləşirəm vəbşəm burada. Belə gedirəm. Daha sonra bu arabanın içine girmək istəyirəm. Nəsə almaq istəyirəm arabadan, görüm nə ala bilirəm belə. Yəni çox da maraqlı deyil. Əslən türklərlə gəldim maraqlı ki, onlar yəni bilir. Yox, Azərbaycan türklərlə. Türklərlə çox Azərbaycan çıxır. Mən çox özümüz fikrimi eləməmişəm. Yəni türklə türküm danışmışam, amma sonra demək Azərbaycan. Jungle Nuggets. Nuggets'dir, Nuggets'a oxşaman Nuggets satılır. Waffle-yə oxşayan Nuggets satılır yəni. Şeylə mən biraz daha çox sayı. Ən vəkimdə də burger falan vardı. Bir dənə belə İspanyol bir nəfər tapıram. Belə İspanyolca öyrənmə çalışıram, amma hələ tam başlamamışam deyə. Burada ona hola you Spain sual verirəm ki, salam, sən İspanyolsan. Burkina çok bir şey var. Bir dakika vaxt verir ki eləməyə. Adam çox əsəbi tökülür. Silmək hamısı bir yerdə. Gör nə yazacaq mənə. Nəsə belə gəlmişdi. Getdi. Burada mən yazılan qədər o getdi. Burada axtarım tapamıram. Arkada şey də var. Maşınla servis. Qasa bunu axtarım tapamayacağım deyəsən. Ev almaya gedirəm. Rahip, nədir? Gedirəm demək evləri. Bir dənə ev tapdım. Bu bir banka kimi evdir, maraqlı gəldi. Bana şey deyiblər. Bu qızı tapıram. Bu qızı tapıram. Loğustu atma çalışıyorum, görüm mənə tanıyır, blok eləməsin deyə. Bəzən kanta bilişdən vuraqlar. Baxıram və tapıram burada. Dostluq atıyorum, bekliyorum. Zaten qəbul eləmir. Sonra evin içine girəm, onu tapamıram. Bloklayacaq deyə qorxuram. Son zamanlar bloklama qorxum olduğum üçün belə olur. Sonra qızı tapıram və qızı nə bloklayacaq bilmirəm. Bana verdin ha. Almaz kimi. Belki de İspanya'dır. Mən fikrimdə İspanya oldu. Demək başka bir nəfər yanına oynayan var. Arkadaşlar. Gelip bunu dosta davet edirəm ki, danışım verim. Burada çox sıxıntıdan açmaq qabağıma kim gəldi? Mən hansı oyuncu gəldi? Dostumla çalışıram. Eğer biraz məşğullaşdıqdan sonra istəsəniz, məndə tam kamera açılmır. Bu qayıt proqramı ilə olur. Normalda kamerası xarabdır. Qayıt proqramı da yaxşı işləmir də son zamanlar. Bir 2-3 ayda belə batırda short videolarını han çəkə bilir. 1 dəqiqə, yəni 1-2 dəqiqəyə bağlanır. Ona görə o dostum ondan.
O problemi aradan qalxdıqdan sonra hansı izləyicimizdə yoxsa tuta bilər və sözləşər və bir gün oynaya bilərik oyun. Bu Kevin nə bilim istədiyi digər oyunlar falan mənə dəvət edir. Chat hissəsini mən də açıq deyil, açmağı düşünürəm. Mən bilmirəm nədəndir. Chat hissəsini açmaq istəyirəm. Yəni chat açıq olanlar xəbər verə bilər. Chatı necə açmaq olur? Bilirəm amma tam dəqiq öyrənməyə çalışıram. Bu arada indi yeni uygulamadı heyvan yeri və heyvan şey var. Plinka. Şey dəyişdiriblər pods yerini, ama pods yerini biraz bazılaşdırıblar. Birazdan çox bazılaşdırıblar və qaraj yoxdur. Ama bir də onu deyim ki, şey çox sıxıcıdır. Yaz karnavalı çox tez bitdi və çox təzən dünün Nihat ev ya da maşın alacaqdı, az qalmışdı. Biraz da oynasa maşın alacaq və yaz karnavalı keçən dəfə daha çox olmuşdu. Mənim fikrimcə, səhv biləməz keçən il, nəinki bu yay. Burada əlimə kim gəlib, Kamaz qıra çəkirəm. Ya da sıxıntıdan olanda belə olursan, heç dostun falan oynamır, sıxıntıdan partlayırsan. Burada hoppan gedirəm. Burada qərib anam görürəm, Ronya yadını deyir burada. Aha. Hoppan gedirəm. Ama burada kimsən bura aparmaq istəyirəm. Ha, kimsə bu gizli yeri göstərmək istəyirəm. Burada əlləşmişim, mən yedin olan yoxdur. Dedim, mən bura çıxmağa çalışıram, nə deyəsən? Mən bura çıxmağa çalışıram. Buranın üstünə çıxmaq istəyirəm. Mən bir nərdivan qoyub çıxardım, mənim ağlım. Bəlkə çıxacaqdım, az qalmışdı. Hə, çıxdım. Hoppan, mən elə çıxdım ki, indi buranın üstünə çıxmaq istəyirəm. Bura çıxmaq çətindir biraz. Burada nə gizəm var deyil, onu axtarmaq çalışıram. Tapamıram. Birazdan çıxacam ya. Bu qıraqdan görürəm, başqa bir oyuna girəcəm. Hoppanmağa çalışıram. Gizəm falan vardı burada, nə bilim. Elə bilirəm, öz ağlımıza burada neysə atılır, amma çox qəşəng parıldayır. Burada yuxarı çıxmağa çalışıram. Yenirəm, özüm də bilmirəm burada. Nihat yanıma gəldi. Salam dostlar. Nihatda bir qərar almışıq. Əgər bu kamera qayıtı səsi var ya, onun səsi deyir, əgər biraz məşğul izləyicilərimizlə bölüşür. Tam işləmir də, yəni yaxşı işləmir. Mən dedim, bir dənə şey işlədi da. İrəmin dedim, çox işlədi. Həqiqi. O tam alınmır da, bəzən video çəkmir. Əgər garanti alınsa, deyirəm. Biraz məşhurlaşdıq, izləyicilərimizdən Roblox günü keçə bilərik videosu olaraq. İstəyən yazsın. O deyim ya, şey olur, pozulur. Çünki bax, məsələn, bir də ekran dəyişirik. Hansı yersən, ekran dəyişirməyin. Onda sönür. Ekran dəyişməndə sönür. Necə, yəni tam buradan çıxıb Roblox'a girəndə sönür. Yox, məsələn, indi sən bir dənə, indi ekran belədir hələ. Bir dənə ona deyirsən, indi ekran dəyişirək, onda sönür. Onu gəl dayandırıb verəsən sönür. Dayandırırsan. Amma əvvəllər elə deyildi. Deyirəm, əgər tamamən düzəlsə, elə bir şey çəkə bilərik, hər bir video. Biraz məşğulaşıq, o da düzəlsin, hər ikisi olsun. Məşğulaşıq, düzəlsin. Deyirəm ki, hansısa bir dənə takipçimizdən bir gün Roblox videosu çəkə bilərik. Bu ölkələmə bilim, ona götürək, bura gözək. Hətta abunəçimiz. Hə, takipçimizin abunə çədə tıxoy. Allah. Ya, tövbə estağfurullah. Sonra bir dənə Adipon Story oynayıram. Burada bekaslıqdan alına gələn oyunlarla oynayıram. Sıxılıram, çox sıxılıram burada. Virus kapdım. 2 dənə virus kapdım. Bu uşaq deyil, uşaqlar gedinə toxuqa verən oyundur. Hamımız virusuq, uşaqlar bir virusdur. Viruslar minirlər avtobusa. Təxmini 9 dəqiqəm qaldı. 9-10 dəqiqə, 54 deyil. 10 dəqiqə qaldı təxmini. Ben üstə sətdən adam bezdirir. 51 dəqiqə videoda zam verdikdə, yəni zam. Bəzən adam bezir, bəzən də səvəsə yerində. Bayaq da qatmışam, boğaz budayda quruyub. Onca çox danışamıram. Biraz səsin səssiz ola bilər, ona görə lütfen. Və bu videonu Nihat'ın ad günü vlogu var da, Avqustun öldüğünü. Mən bugün Avqustun 6'sıdır. Mən bunu daha tez paylaşacağım. Çünki mənim bir problemlər oldu. Göndərmələr, internet problemləriyle. Onu ya bugün ola bilsin, bugün olmazsa sabaha aldırmaya çalışsam. Nihat'ın ad günü 4'ünde qalxdı. Mahləyini də eləməyə çalışıram.
parent olmur. Amma part olur stolları. Burada virüsler olarak gelirik. Kutsal virüsler adını gidiyoruz burada. Rozet kazandım yine. Param 0. Ben bu telefonu düzeltdim. Bu telefonu yok oldu. Parolunu bilmirəm. Amma bax parolunu öyrənəcəm. Bir yolla öyrənəcəm. Atapdım parolunu çox yaxşı öyrəndim. Bu an sonunda. Bir daha bir koyuna görə. Tutaya yarısına qədər öyrəndim. Aslında fikir var. Və buranın kamerasını düzəldək. Orada krikorundan mən əvvəlki öz kodumu öyrənəcəm parolumu. Parolumu öyrəndikdən sonra da adı gələcəm. Özellikle ben burada oturmak istemem. Mavi renkte yok ama pembiş. Bir kız olarak pembiş oturmak istiyorum. Bazel'de geldi çirkin şey. Bazel müəllimimiz də qabaqda oturur. Sağ olun. Bu sefer hiç sevmem. Bu sefer mən qorxur gəlir. Başta o şeyleri, burası organizatörleri bir Sevməmişdim sana. Tamam. Bakayım gizləmdi ki, benim ama o olsun ama çünkü ben gizləmləri ben sevmirəm. Daha başta o bütün izlemlerini ama eğer istisler tamam çok tüm videomuzu abone olmayı. Abone olmayı Eğer abone olmadıysa yorumlarda yazar. O da size Haşim, sizden bir tane de Haşim'i şeyde. Eğer yorumda ya size yazın. Bir soru yazmışsa yorum yine en yorum. Abi biraz çok şey vermişler ama. Şey hakkında yanlışlık Nihat Musa Bildi sevilir. O YouTube Nihat diye hansı derdi vardı 200'ne falan. Sen adı sanatçıda da bakın. Yani çok da beğenmirəm. O birilerine Tam 200 aboneyim. ha, o birilerine çok bakmam da çok bile arada benim böyle söyleşleri hoşum geldi onlara. Yalnız ona şey dedim. Yani deyək ki bunlarda var ama mənim üçün ən yaxşısı budur. Bir nəfər yazdı ki Emirhan Zıtınlı. Yani o pis anda mən yazdım. O yazdı yani mən də Emirhan Zıtınlı hoşuma gəlir. Ben de deyim ki eğer arkadaş olsun Musa Bey'in Hadi elə yazmaq. O pis anda biliyor musun? Yani ne alaka yazan pis anda yazmaq işte. Özüm yani videosu var. Yani ne alaka yazmışdı mən o pis anda yazmışdı. Yani ne alaka şeydir, o benim bile, o şortta da bir sarşı var çıkarmış. Hadi bir esmer olduğumuzu belirtiyor. Nefese bütün mahlarında da böyle ya esmer, kalk sarışın var, sarışına daha çok seviyorum. Esmer tutuyor, biz de esmer değil mi? Katayı satın, onu göre de böyle yapıyor. Eğer beğenmeyenler varsa olmaz. Ne kadar danıştım çünkü videonun şey yapılmaz. Bu çok şeyinde. Bir tane şey. O diyor ki Yok, eşek kıraat etmez. O ne diyorum ki tırmesi onu bilmesinden yoluna baktım. Nerede o? Son nesi bir yoluna bitmez. Ben diyorum ki son nesi bir yoluna bitmez. Abi hayat böyle çekmez. Ya o da hava sandım. Neyse. Ben Messi'ye Nihat Vansın. Hani ben o dedin çok başlayalım bir de. Ama inanırım ki bir de Messi'yi tarifim. O daha yaxşı başlayalım. Ben yani Messi'dim hatta ikinci fav Neymar'dı. Neymar ama ben her zaman istedim. 2023 Qatar Dünya Kupası Messi qazandı çok sevdim artık. Dünya Kupası'ndan boşa geçmedi. Ya da bir sakin yat. Ben de istedim. Yaxşı, 19.47'dir. 20.55'də tutar. Minsən. Messi.
Ronaldo kazanmayıbdı. Neymar kazanmayıb. O şeyle, deneyle. 2026'da Valideynlərimiz biz viruslar evlatda aldıqları üçün peşmandılar. Baxın. Kuzey, 2026 ve 2001. Dünya Kupası var. Ya Arjantin de İspanya. Ama evvelki futbolcu olmaz. Argentina mən deyirəm. Ben İspanya. Messi, Yamal. Martinez, qapıcı Martinez. Daha ne olur? O biri Martinez. Nə Ya, Pedri. Pedro. Şeyin adı nə idi? Dybala. Sen bir de Yo. Dybala dedim. Dybala. Daha Raya. Raya. Ramos'u dedim. Hə, belki. Sonra nə var? Biri vardı. Alexander Garnacho oynuyor. Alexander Garnacho da sayaqlı yedeydədir. Yine de çok milli tamamdan çıkıyor. Axı keçmiş olması da oynayıb yaxın zamanda. Yani milli tamamdan çıkıyor. Neymar tutmuşdu ama güldü. Neymar ama bütün dünya tutanları sadece 2022'den yani 2023, 2024, 2025 Brezilya'nın olmamaktan da oynamıyor. Ronaldo hiç zaman kazanamadı Dünya Kupasını. Orta zaman boşuyor. Yalnızlığın axırıncı Dünya Kupası maçında Messi de axırıncı. Yoxsa Messi bir dəfə Önce Messi Ronaldo bunlar ve röportajda demişti. Bu son yani Messi'nin düştüğü bir dənə bir 2030-da 2031-də təxminən 2030-un yaylarında münhasır təvəssündə olacaq. Bax 2030-da neçə yaşları olar ki onların? İndi neçə yaşı var Messi Ronaldo? Hadi bax birinin 44, birinin 46 təxmin yaşı, təxminlərini tam yaxşı bilmirəm. Məncə 44-46, mən kimsə artıq 48-50-yə qədər məncə futbol oynamaq olar. Ama deşdə yetməyib. Ayda mən heç vaxt Messi'nin Ronaldo'dan ütməyəcəm. Mən aslında Messi'nin ütməyəcəm heç vaxt. Neymar da yavaş-yavaş gedir. Ona da... Onun bir ayağına sakatlandı, zərfədə antrenmana yərmədi. Bir dəfəndə beli sakatlandı, nə sakatlandı. En başta Neymar futbolda derecede ayağındır. Hadi indi Yamal'ın şeye bak. Hadi dünyanın en iyi futbolcusu Yamal. Sonra Mbappe de Yamal. terzen yeni ayağındır. Sonra bizden bezdirdi. Ahırda yine ayağındır, ahırda yine ayağındır. Sonra hamısını düzeldi. Mən Yamal çox da sevmirəm. Axırın dəfə İspanya qazandı deyirlər, mən çox da sevmirəm. Balon doğum birinci adayında yan Yamal'da hesabınız olsun. Ama Balon Real Madrid Hocası'nın sahibi demiş ki Fransa ulusları ben şey edeceğim. Balon sahibi şey edeceğim Dembele. Hadi. Mera çıkıp böyle bir şey yazmıştım. Demək biz nətə futbol haqqında danışmırıq, elə bir oyun haqqında danışırıq. Video qutar. Sağ olun dostlar. Videomuzu bəyəndinizsə like atıp abone olub yorum yazmayı unutmayın.